Salam dostlar, dərslərimiz davam edir. Keçən dərsimizdə biz adapterin ekran görüntülərini bağladıq və research failini işlədik. Həmçinin də Recycle View-nun ekranımızda bağlantısını gördük. Və artıq bunu etdikdən sonra dostlar, bizim lazım olan hissə ondan ibarətdir ki, biz orada Recycle View içərisində hər hansı bir damanı tıklayanda hansı əməliyyat görülsün? Yəni nə iş bizim qarşımızda olsun? Burada bizə lazım olan hissə isə artıq bir hissədən digər hissəyə dataların göndərilməyi və orada həmin datalar haqqında məlumatların işlənməsi. İlk öncə bunu etmək üçün artıq biz bildiyiniz kimi intentdən istifadə edəcəyik və həmin dataları göndərmək üçün put extradan istifadə edəcəyik. Yəni bunları mən istərdim ki, sizlər birinci özünüz üzərində işləyəsiniz. Yəni videonu dayandırasınız, onu necə etmək olar, necə etsək daha doğru olar və bunun üzərində biraz internetdə, orada, burada, yəni özünüz məlumatlarınızı özünüz yazasınız. Və əgər əks halda alınmırsa problem yoxdur. Yəni dərsə baxaraq bundan sonraki dərslərdə onsuz da mütəmadi olaraq Recycle View-dan da istifadə edəcəyik, həmçinin digər metodlardan da, klasslardan da istifadə edəcəyik. Baxın dostlar, mən burada nə iş görəcəm? İlk öncə mən burada bildirdiyim kimi mənim bindingim holderdan asılıdır. Yəni holderin içərisindən götürür. Və buna görə də burada qeyd edirəm. Holder, baxın, binding, recycle, view text, yəni mənim ekranda olan tekstsəm və teksti qeyd edirəm. Və burada da yazıram ki, information list, baxın, information list, get, position və sonunda da artıq burada neyimi qeyd edeyim. Baxın dostlar, mən bunun vasitəsilə artıq holderimin içərisindəki belə deyək, neyimi ala bildim. Bax, buradakı mənim əsas prinsipim, yəni bu kodun yazılma prinsipi ondan ibarətdir ki, bax, holder içərisində binding içərisində mən burada nə qeyd eləmişdim? Baxın, bizim activity main burada row-un içərisində, baxın, bu həmin bu hissəyə, yəni bu damaya mən adı göstərdim. Yəni ad artıq həmin bu kodun köməkliyi ilə ora ad vermiş oldum. Yəni burada mənə ancaq adları alsın, neyimi alsın. Bu neyimi almaqda bax buradan götürür. Information. Burada bizim serializable olmasa həmin neyim ekranda görünməyəcəkdir. Yəni list view-da necə biz onun olduğu məkanı görürdük. Burada da eyni qaydada recycle view-da da bunu biz adını görə bilməyəcəyik. Yəni serializable olmağı mütləqdir. Və bunu etdikdən sonra artıq biz nə etməliyik? Bunun üzərinə, həmin bu adın üzərinə tıklananda nə etmək istəyirik? Yəni hansı səhifəyə daxil olmaq istəyirik, nə iş görmək istəyirik, onu yazacağıq. Yenə eyni qaydada yazıram holder, çünki bu bizə holderdən götürür. İçərisində yazıram item, view və set on click listener. Set on click listener verdikdə artıq mən bunun içərisində həmin bu damanı tıklana bilən edirəm. Və tıklana bilən etdikdən sonra var intent, qeyd edirəm, intentimizi yazıram və içərisində mənə yenə konteksti istəyir. Biz intentlərdən istifadə edəndə nəyi bildiririk? Yəni hansı kontekstdədir, hardadır, hardan hara getmək istəyirik? Bunun hardan olduğunu bilmək üçün də yenə holderə müraciət edirik. Çünki bizim holder ekran görüntümüzdür, yəni ekrana bağlantımızdır. Bunu hər zaman yadınızda saxlayın. Çünki adətən yeni tələbələr bunu yadda saxlamaqda biraz çətinlik çəkirlər. Ona görə də hər zaman bunu yadda saxlamaq məcburiyyətində. Və həmin item view-da və içərisindən də kontekstimizi alırıq. Baxın dostlar, mən bunu etdikdən sonra artıq mənim kontekstim alınmış sayılır. İndi isə burada göstərirəm ki, hansı ekrana getmək istəyirəm. Details activity-yə və 2.class.java-dan istifadə edəcəm. Artıq bunu edəndən sonra mənim bu intenti start verməliyim. Buradakı start da intentin özündəki olan start kimi tam olaraq elə deyil. Çünki biz yenə də holderdən istifadə eləməliyik və bunun içərisində yazmalıyıq. Item view, baxın, qeyd etməli kontekstini artıq bunu etdikdən sonra start activity-yə daxil ola bilərik. Və intentimizi yazsaq, yəni artıq bir səhifədən digər səhifəyə keçid edə bilərik. Artıq bir səhifədən digər səhifəyə keçid etdikdən sonra main activity içərisində dostlar bir məsələ var. Biz buradakı adapteri list view-da nə etmişdik? List view-da onu eləmişdik ki, yəni bizim adapterimiz bunun içərisindədir.
ve bunun içerisinde olduğuna göre artık burada biz adaptörü ayıracağına mesela burada yarattığı adaptörünü ve adaptör bağlantısını gördük. Eyni qaydada da benim burada yazdığım adaptörü bak burada ekranda bağlantısını eləmək məcburiyyətində. Bunu etmək üçün artıq mən yazıram. Binding. Burada yazıram. Recycle view. Bakın ekran görüntüsünü bağlayıram ve layout management. Layout management'in əsas prinsipi nədən ibarətdir? Burada qeyd edirəm linear layout management. Burada mənə həm horizontal, həm də yan-yana, həm elə bir hündürlükdən aşağı olacaq, həm də enine ola bilər damamız. Amma bizə lazım olan isə biz yazdığımız nədə idi? Linear layout'daydı. Yəni biz onun kontekstini değiştik, yəni constraint'ini değiştik, elətdik linear layout ki, yəni damalarımız aşağıya doğru hərəkət edəcək. Və bunu etdikdən sonra artıq bu mənə kontekst istəyir. Kontekstdə elə main activity'də olduğuma görə this versə kontekstinə çatmış oluram. This yazıram və bunun kontekstini aldım. Və bunu etdikdən sonra adaptörümü qeyd edirəm. Və adaptör və bizim adaptörü harda yaratmışdıq? Information adapter. Bak burada yazıram. Information adapter ve həmin klasın da içərisindəki mənə nə lazım idi? Information list. Adapterıma bağladım artıq. Yəni burada information list etdikdə dostlar, artıq mən bunu bağlantılarımı etmiş oluram. Adapter information list. Və bunu etdikdən sonra burada list information'ı. Ve bunu etdikdən sonra dostlar, ve mən artıq adaptörümü çağırdım və adaptörümlə recycle view'nu bağlamasını eləməliyim. Burada da qeyd edirəm. Binding, recycle view və adaptör. Buradakı adaptörü də eyni qaydada buraya yazın. Artıq mənim demək olar ki, iş prinsipim hazırdır. Yəni mən artıq recycle view'nun ekranını görə bilərəm. Bax buradakı kodların vasitəsilə artıq ekrandakı görüntünü görə bilərəm. Bundan sonra mesela artık bizim bir hissədən digər hissəyə dataların göndərilməsi. Onu da artıq burada məlumatları görək. Bundan sonraki dərsimizdə isə artıq bunu icra eləyək. Yəni burada dostlar bir dənə yadınızda saxlayın ki, yəni biz kodu ancaq bir dəfə yazırıq. Yəni bir dəfə istifadə edirik. Baxın dostlar, gördüyünüz kimi artıq mən məsələn ekran datalarımı gördüm. Bakın datalarım bayaqlarım dediyim kimi o size'ından istifadə elədim ha. Yəni məsələn mən burada artıq nə qədər artırsam, baxın. Nə qədər artırsam, yenə run eləsəm, yəni mən orada 4 yazsaydım ancaq 4 dənəsini görəcəydim. Amma biz bilmirik ki o bizə 4 dənə data verəcək, 14 dənə data verəcək. Yəni istənilən qədər data verə bilər. Artıq göründüyü kimi baxın istənilən qədər datanı buraya yaza bilər. Və həmin dataların üzərində artıq əlincə qalası tıklayanda artıq bizim bir ekrana digər ekrana. Biz indi kodu yazmadığımıza görə proqramımız çökür. Və bunu etmək üçün də artıq bundan sonraki dərsimizdə də həmin əməliyyatları icra eləyəcəyik. Ondan sonra artıq recycle view'nu demək olar tam öyrənmiş olacaqsınız. Bugünkü dərsimiz bu qədər. Gələn dərs görüşənədək. Sağ olun.